Bugün ölkənin ilk müstəqil televiziyası Aynis televiziyasının fəaliyyətə başladığı gündür. Düz 24 il bundan əvvəl ölkədə qızğın müharibənin getdiyi bir vaxtda insanları dəqiq, qərarsiz və vicdanlı xəbərlə təmin etmək heç də asan məsələ deyildi. Amma bu çətin işi öz öhdəsinə Aynis götürdü. Bugün də dünyada və ölkəmizdə baş verənləri Aynis tamaşaçıya dərhal və dəqiq çatdırır. Adətən hər il Aynis'in ad günü tortunu naxış xala gətirirdi. Bu il bu missiyanı ailənin gəlini Elnarə xanım həyata keçirdi. Deyir, gördüyün yemək daha nə demək? Amma yox, tələsməyin. Tort yemək söz demək qədər çətin məsələ deyil. Bura yığışanlar söz adamlardır və yemək yox, demək üçün buradadılar. Necə olmasa, illərdir bir qazanda qaynayıb qarışmışıq. Davayet müəllim, o gün olsun ki, o 24'ün qabağında bir rəqəmlə yazılır. Çok sağ olun. Əlbəttə, konferans zalda çox şeylər zarafata hesablanmışdı. Amma ilk olmaq onun alın yazısıdır və bu cümlədə qətiyyən zarafat yoxdur. Bunu Aynis'i sevənlər də, sevməyənlər də yaxşı bilir. Həqiqətən də keçmiş SSR-nin, müstəqil Azərbaycanın ilk telekanaldı Aynis. Onun necə doğulduğu, evimizə, eşiyimizə, qapı pəncərədən necə girdiyi sanki dünən idi. Bugün isə 24 yaşı tamam olur. Az yaş deyil ha. Dünənə qədər Aynis'də çalışanların demək olar ki, hamısı Aynis'dən yaşca böyük idi. Amma illər öz sözünü deyir. İndi Aynis'də çalışanların çoxu Aynis'dən sonra doğulanlardır. Deməli böyümüşük. Vəzifəmiz isə dəyişməyib. Yenə də dəqiq, qərəzsiz, vicdanlı olmaq həyat kredomuzdur. Bunu 24 ildir ki, hər bir Aynisçi qulağında sırğa edib. Aynis'in prinsipləri mənim üçün həyatın nəbzidir. Mən həmişə dəqiqliyi sevirəm. Hər hansı bir informasiyanı dəqiqləşdirməmiş sevməyi qətiyyən sevmirəm. Lap olsun adi bir qəza, olsun adi bir məlumat. Onun arxasında düz informasiyadır. Biz ilkin onu verməliyik, amma mən dəqiqləşdirməyi çox sevirəm, həm də operativ. Özün qəzetdən gəlmişsən, bilirsən ki, qəzetdə vəziyyət necədir. Yəni gəldin, mətni yazdın, müəyyən bir səhifəni doldurdun, yetdi. Amma televiziyada biraz fərqlidir. Yazmaqla bərabər biz həm də görüntü ilə işləyirik, bu vizual olaraq. Ömrünün təm yarısını Aynis'ə həsr edən adam Azər Qarayev bir neçə gün əvvəl 50 yaşını qeyd edən Azər 24 ildir ki, Aynis'lə addım və addım yol gəlir. Bunu necə bacarıb? Bilsin ki, öz işimi sevirəm. Yəni, hər adam öz işini sevsə, sevgi ilə yanaşsa, məncə burada fərqi yoxdur, neçə işlədir, nə qədər də ağır olsa da. Bəli, Aynis'də işləmək həmişə çətin olub. Kimsə düşünürsə ki, yox, burada işləyənlər yağ yiyib yaxada gəzirlər, qətiyyən elə deyil. Xəbərə aidiyyatı olan hər kəs bilir ki, xəbər yükü dəvə yüküdür. Onu çəkmək o qədər də asan məsələ deyil. Yükün həmişə xəbər olsun, əziz Aynis, həmişə doğru xəbəri səndən eşidək.